Bir izləyicim belə bir sual verib, deyir ki, cavan qızam, MS diaqnozu qoyublar və Avonex təyin ediblər. Mən hələ subayam, hələ uşağım yoxdur, yan təsirlərindən qorxur. Avonex interferon beta MS müalicəsində uzun illərdir istifadə olunan bir dərmandır. Təsiri və yan təsirləri çox yaxşı araşdırılmış bir dərmandır. Almaniyada da biz çox tez-tez istifadə edirik. Amma burada əsas sual odur ki, bu dərman sizin üçün doğru seçilibmi? Çünki MS müalicəsində biz əsasən 3 pillədən olan dərmanlardan seçirik və birinci pillə effekti zəif olan dərmanlardır ki, Avonex də bura daxildir. Yəni sizin üçün doğru seçilibmi bu dərman, yoxsa daha zəifmi qalır? Onu təbii ki, həkiminiz bilər. Fəsadlara gələndə bilinən heç bir fəsadı yoxdur Avonexin, amma yan təsirləri var və ən tez-tez görülən yan təsiri qripə bənzər simptomlardır, amma onları da müalicə etmək olar. Digər yan təsirləri əhval-ruhiyyə dəyişiklikləridir və iynə olduğundan iynə yeri qızara bilər ya da absesə qədər gedə bilər, amma bunlar yəni həll oluna biləcək problemlərdir. Hamileliyə gələndə isə Avonex sonsuzluq yaratmır, hamilə qalmaqda heç bir problem olmaz. Nevroloqla hamiləlik planlaşdırılmalıdır.